Paytaxtımızın Suraxanı rayonunda yerləşən Əmircan qəsəbəsinin tarixi qədimdir. Bu qəsəbə Bakının şərqində, Bülbülə gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır. 1936-cı ildə qəsəbə statusu almış Əmircanın köhnə adı Xilə olub. Bu qəsəbədə tarixi əhəmiyyət daşıyan bir sıra binalar var. Onlardan biri də böyük mütəfəkkir Abbasqulu Ağabakıxanovun anadan olduğu evdir. Təəssüflər olsun ki, bu tarixi bina uçmaq təhlükəsi ilə üzləşib. Gördüyünüz bu ev Azərbaycanın görkəmli mütəfəkkiri Abbasqulu Ağabakıxanovun doğulduğu evdir. O 1794-cü ildə məhz bu ocaqda dünyaya göz açıb. Bugün isə tarixi abidə baxımsızlıq ucbatından dağılma təhlükəsi ilə üz-üzədir. Binada illər uzunu yaşamış və Bakıxanovun şəcərəsinin davamçısı olan Rəşad Mirzəyev deyir ki, məsul şəxslər ilk ayda hadisəni diqqətdə saxlasalar da, hələ ki, təmir və bərpa ilə bağlı addım atan olmayıb. Binanın vəziyyəti çox hal-hazırda çox acınacaqlı vəziyyətdədir. Yəni ki, o güclü yağışlardan sonra daha da pis vəziyyətə düşdü, aşağı hissəsi uçuldu, dağıldı. Yəni çox qəzalı vəziyyətdədir. Qəzalı vəziyyətlə əlaqədar ilk gündən icra başçısı bura gəldi, hər bir şey baxış keçirdilər. Fövqəladə Hallar Nazirliyinə zəng elədilər, rəy verdi. Fövqəladə Hallar Nazirliyi, yəni yaşamaq olmaz qətiyyən və təmir bərpaya ehtiyacı var. Biz istəyirik ki, bu tezliklə bura ev bərpa olunsun və Abbasqulu Ağabakıxanovun muzey kimi fəaliyyət göstərsin. Binanın müxtəlif hissələrində uçub dağılmış divarlar, çatlar və yararsız hala düşmüş tikili elementləri diqqət çəkir. Zamanın təsiri və lazımi bərpa işlərinin aparılmaması nəticəsində tarixi tikili öz əvvəlki görkəmini böyük ölçüdə itirib. Buna baxmayaraq, bina hələ də öz tarixi dəyərini qoruyub saxlayır və Azərbaycanın mədəni irsinin mühüm nümunələrindən biri hesab olunur. Biz bu evi belə qoymaq istəmirik. Dövlətimizin köməyi ilə, dəstəyi ilə. Çox xahiş eləyərdik bu ev təmir olunsun. Bura muzey kimi fəaliyyət göstərsin. Əmircana gələn qonaqlar da Abbasqulu Ağabakıxanov haqqında təəssüratları olsun. Bilsinlər ki, Abbasqulu Ağabakıxanov kimdir. Yerli sakinlərin sözlərinə görə bu ev təkcə Əmircanın deyil, bütövlükdə Azərbaycanın tarixi üçün böyük əhəmiyyət daşıyır. Qeyd edilir ki, görkəmli şəxsiyyətin xatirəsini yaşatmaq üçün evin bərpasına və qorunmasına ehtiyac var. Sakinlər hesab edirlər ki, burada ev muzeyi yaradılması həm Abbasqulu Ağabakıxanovun zəngin irsinin təbliği, həm də gənc nəslin tariximizə daha yaxından bələd olması baxımından mühüm addım olar. Evi də ki, biz istərdik ki, bu uçulub gördüyünüz kimi nə vəziyyətdədir də. Yağışdan sonra 2 dəfə uçuldu. Biz indi istərdik ki, dövlət tərəfindən bərpa olunsun, düzəlsin. Ora indi muzey olunsun, kənd cəmaata çatdırılsın bu muzey kimi. Ora qoyulmaq üçün də bəzi eksponatlar var. Abbasqulu Ağabakıxanov Azərbaycan maarifçilik hərəkatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, tarix, coğrafiya, fəlsəfə və ədəbiyyat sahələrində dəyərli əsərlərin müəllifidir. Onun elmi və ədəbi irsi bugün də aktuallığını qoruyur və araşdırılmaqda davam edir. Məhz buna görə də belə bir şəxsiyyətin doğulduğu evin qorunması təkcə bir tikilinin bərpası deyil, həm də milli mədəni irsin gələcək nəsillərə ötürülməsi deməkdir. Hazırda isə bu tarixi məkan baxımsız vəziyyətdə qalır və getdikcə daha da yararsız hala düşür. Yerli sakinlər ümid edirlər ki, yaxın gələcəkdə ev bərpa olunacaq, qorunacaq və Abbasqulu Ağabakıxanovun adını daşıyan ev muzeyi kimi fəaliyyət göstərəcək. Ayan Hüseynli, Sahib Səfərov, TV1.